Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyir. Bu gün sizlərlə quiz 1, yəni fizikanın ilk anlayışları mövzusundan 15 dənə quiz sualı işləyərik. Gəlin başlayaq. Birinci sual deyir ki, skalar kəmiyyətləri seçin. Skalar kəmiyyətlər hansıdır? Bilirik ki, skalar kəmiyyətlər həm sadəcə ədədi qiyməti vardır. Vektorial kəmiyyətlər isə həm ədədi qiyməti, həm də istiqaməti vardır. Deməli, burada skalar kəmiyyətlər hansı ola bilər? Yol ola bilər. Həcm ola bilər, sıxlıq ola bilər, konsentrasiya ola bilər. Yerdəyişmə ola bilməz. Yerdəyişmə vektorial kəmiyyəti, həm ədədi qiyməti, həm də istiqaməti var. Deməli, burada cavab A, B, D, Y olacaq. C-dən başqa. Aha, ikinci sual. BC-də əsas vahidi seçin. Biz bilirik ki, beynəlxalq sistemdə 7 əsas vahid vardır. Kiloqram, metr, saniyə, Kelvin, mol, maddə miqdarıdır. Amper, işıq cəryan şiddəti, bir də kandela, işıq şiddəti. Aha. Əsas vahid oldu hansı? Amper cavab oldu D variantı. Üçüncü sual deyir ki 4500 santimetr neçə desimetrdir? Biz bilirik ki 1 desimetr 10 santimetrdir. Düzdür? Deməli x desimetr tənasüblə yazılır. 4500 santimetrdir. Buradan da x-i tapsaq olacaq nə? 4500 bölünsün 10. Eləcə 450 desimetr. Aydındır. Dördüncü sual. Əsas vahidlər sisteminə aid olmayanı seçin. Aid olmayana bilirik ki, cəryan şiddəti amper aiddir, metr aiddir, saniyə aiddir, kiloqram da aiddir. Hansı aiddir? Kolon. Kolon nədir? Elektrik yükün vahidi. Amper və olsun saniyədir. Əsas vahidlərin açılışı asan deməkdir. Deməli oldu A variantı. Beşinci sual. Deyir ki, yerdəyişmə nəyə deyilir? Biz bilirik ki, yerdəyişmənin tərifi necə idi? Cismin, yəni maddi nöqtənin, trayektoriyanın başlanğıc və son nöqtəsini birləşdirən, sizə belə ki, cisim buradan başlayıb hərəkətə, buradan başlayıb hərəkətə, gəlib, burada dayanıb. A nöqtəsindən başlayıb, B nöqtəsində dayanıb. Onda biz tərifdə deyirik ki, cismin başlanğıc və son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçasına nə deyilir? Yerdəyişmə deyilir. Yerdəyişmə S hərfi ilə işarə alınır. Özündə vektor, vektorial kəmiyyətdir. Vahidi metr deməkdir. Deməli, ümumiləşdirək, yerdəyişmə nədir? Maddi nöqtənin, trayektoriyanın başlanğıc və son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçasına yerdəyişmə deyilir. 6-ya baxaq, deyir, hansı doğrudur? Biz bilirik ki, əyri xətli və düz xətli hərəkətdə, əyri xətli, yazaq bura əyri xətli, bir də düz xətli. Trayektoriyanın formasından sonra hərəkət iki cür olur da. Əyri xətli, bir də düz xətli. Aha, deyir yol mənfi ola bilər. Biz dedik ki, yol heç vaxtı mənfi ola bilməz və sıfırda ola bilməz. Səhvdir. B-yə baxaq. Əyri xətli hərəkətdə yol həmişə yerdəyişmədən böyükdür. Biz nə dedik? Əyri xətli hərəkətdə yol böyükdür həmişə nə? Yerdəyişmə. C-yə baxaq. Yerdəyişmənin vahidi yoxdur. Yerdəyişmənin vahidi metrdir. Yerdəyişmə heç vaxt mənfi olmur. Yerdəyişmə mənfi ola bilər. Hesab eləyək ki, cisim buradan başlayıb hərəkətə 1v0 sürətlə yuxarı atılıb. Gəlir, təzədən düşür bura. Yerdəyişməsi sıfırdır da. Deməli, D variantı səhvdir. Yol vektorial kəmiyyətdir. Dedik ki, yol skalyardır. Yerdəyişməkdir vektorial. Üstündə vektor işarəsi. Bu da səhvdir. Düzgün variantımız oldu B variantı. Əyri-xətli hərəkətdə yol yerdəyişmədən həmişə böyükdür, amma düz-xətli hərəkətdə yol yerdəyişməyə bərabərdir. Dedik ki, bir də dedik ki, yol heç vaxtı sıfır ola bilməz və yol mənfi ola bilməz. Mənfi ola bilməz. 6 oldu cavab B variantı. 7. Trayektoriyanın uzunluğuna nə deyilir? Biz dedik ki, cisim buradan başlayıb hərəkətə, gəlib, məsəl üçün, tutaq ki, bu C nöqtəsində dayanıb, D nöqtəsində hərəkətə başlayıb. Trayektoriyanın uzunluğu, maddi nöqtə, cızıq, xətt trayektoriyadır. Trayektoriyanın uzunluğuna nə dedik? Yol dedik, L.
Amma başlanğıc və sonu birləşdirən düz xəttə isə nə dedik? Yerdəyişmə dedik. Bu zaman cavab oldu yol Y variantı. 8. Verilmiş şəraitdə ölçüləri nəzərə alınmayan cisim nə adlanır? Biz dedik ki, verilmiş şəraitdə ölçüləri nəzərə alınmayan cisim maddi nöqtə adlanır. Maddi nöqtə cavab oldu C. Aha, 9-a baxaq. Cisim ABCD trayektoriyası üzrə hərəkət edir. Cismin getdiyi yol yer dəyişməsinin modulunda neçə dəfə çoxdur? Biz fikir versək, cisim bizə nəyi soruşur? L bərabərdir, bir də S bərabərdir, sual işarəsi. Bilmirik. Yolu tapa bilərik. Bax, cisim A-dan B-yə gedir, B-dən C-yə, C-dən də D-yə. Ümumi nə qədər yol gedir? 5, 6, 11, o da 3, elədi 14 metr. Yolu tapdıq. İndi gəl yerdəyişmə tapaq. Yerdəyişməni tapmaq üçün biz bunu düzbucaqlıya tamamlanmalıyıq. Düzbucaqla tamamlanmalıyıq. Deməli, AB hissəsi nə qədərdir? 5. Onda buna bir P nöqtəsi deyək. PC nöqtəsi də, CP nöqtəsi də olacaq 5. Düzdür. BC nə qədərdir? 6. Onda AP də olacaq 6. Bu zaman bizə bu AD məsafəsi lazımdır. Biz AD məsafəsini tapsaq, elə yer dəyişməni tapmış olacağıq. Bu da bərabərdir. Düzbucaqlı üçbucağa tamamlandı. Bura 90 dərəcə. Onda yazırıq kök altında AP'nin kvadratı plus nə? DP'nin kvadratı. Bu da bərabərdir. Bu da bərabərdir. DP ümumi nə qədərdir? 5, o da 3, 8. AP isə 6. 6-nın kvadratı plus 8-in kvadratı bərabərdir. Kök altında elədi 100. Bu da bərabərdir 10 metr. Deməli, yer dəyişmə oldu nə qədər? Yer dəyişmə oldu 10 metr. Yol oldu 14 metr. Deyir ki, yol yer dəyişmədə nə qədər çoxdur? L bölünsün S. Bu da bərabərdir. 14 bölünsün 10 elədi 1,4 dəfə. Cavab 1,4. Aha, 10-cu sual. Fizika hansı hadisələri öyrənir? Tarixi hadisələr səhvdir, təbiət hadisələri ola bilər, kimyəvi hadisələr səhvdir, hesablama əməliyyatları səhvdir, intellekt səhvdir. Cavab oldu nə? Təbiət hadisələri. Biz bilirik ki, fizika physics sözündən götürülür və Yunanca nə deməkdir? Təbiət deməkdir. Cavab oldu B variantı. 11-ə baxsaq, Eyler-Venn diaqramında uyğun bəndləri müəyyən yol və yer dəyişmə. Biz bilirik ki, yol nədir? Yol skalyardır. Yer dəyişmə isə vektorial kəmiyyətdir. Düzdür? Vektorial kəmiyyətdə oldu yer dəyişmə. Bir getdi bura. Bir getdi bura. Vahidi beynəlxalq sistemdə əsas vahiddir. Deməli, bir getdi. Beynəlxalq sistemdə əsas vahiddir. 2 getdi 3-ə. Skalyar kəmiyyətdir, yol. Hərəkət trayektoriyasının uzunluğudur, yol. Hərəkət zamanı sıfıra bərabər ola bilər, yer dəyişmə. Hərəkət trayektoriyasının başlanğıc və son nöqtələri birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Bu da yer dəyişmə. Aha, keçdik 12-yə. 2,5 kiloqram kilometr neçə desimetrdir? Biz bilirik ki, 1 metr neçə desimetrdir? Daha doğrusu birinci 2,5 kilometri metrə çevirək. 2,5 kilometr 2500 metrdir də, düzdür? 2500 metr neçə desimetrdir? X desimetr yazar. Onda bizə bilirik ki, 1 metr 10 desimetrdir. Yazırıq 1 metr 10 desimetr. Onda buradan yazırıq ki, X bərabərdir 25.000 desimetr. Aha. 1 sent neçə qramdır? Biz bilirik ki, 1 sent 100 kiloqramdır. Düzdür? 100 kiloqramdır. Və 1 kiloqramda 1 kiloqram 1 sent neçə kiloqramdır? 1 sent neçə kiloqram çevirdik? Birinci bunu çevirməliyik. Ay sağ. İndi gəl. Belə yazaq. 1 kiloqram 1000 qramdırsa, onda 100 kiloqram x qram olar da, düzdür? Onda buradan x-i də tapanda 1000-i vururuq 100-ə.
10 min elədi 100 min. 100 min qram. Bu da bərabərdir 10 üstü 5. Aha. 14. Əyrixətli hərəkətdə gedilən yol ilə yerdəyişmə vektorun modulu arasında hansı? Biz bir dedik ki, bayaq da dedik. Əyrixətli hərəkətdə nə dedik? Əyrixətli hərəkətdə yol həmişə yerdəyişmədən böyükdür. L böyükdür S-dən. L böyükdür S-dən cavab oldu Y. 15. Yerdəyişmənin düzgün tərifi hansıdır? Trayektoriyanın uzunluğuna yerdəşmə deyilir. Səhvdir. Bu yoldur. Maddi nöqtənin hərəkət zamanı cızdığı xəttdə yerləşir. Səhvdir. Bu trayektoriyadır. Cismin başlanğıc vəziyyətini onun son vəziyyəti ilə birləşdirən düz xətt parçasına yerdəşmə deyilir. Aha, saxlayaq bunu. D-yə baxaq. Cismin vəziyyətinin dəyişməsinə yerləşmə deyilir. Səhvdir. Y-yə bax. Cismin başlanğıc vəziyyətini onun son vəziyyəti ilə birləşdirən istiqamətlənmiş düz xətt parçasına yerləşmə deyilir. Deməli, yerləşmənin tərifi necə idi? Cismin başlanğıc və son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçasına yerləşmə deyilir. C-yə baxsaq, deyir ki, cismin başlanğıc vəziyyətini onun son vəziyyəti ilə birləşdirən düz xətt parçası. Səhvdir, istiqamət sözü yoxdur. Cavab oldu nə? Y variantı. Bu qədər. Suallarımız bitdi. Ümidvaram ki, maraqlı bir izah oldu. Növbəti quizlərin izahında, sınavların izahında görüşmək ümidi ilə sağ olun, salamat qalın.